Jeep kompaniyası ən kompakt modelini burada təqdim edir. Əslində bu avtomobillər barədə söhbətlər çoxdan dolaşırdı. Maraqlıdır ki, onun adı Jeep Lariata yaxud Junior olmadı. Son anda adını Jeep Renegade verdilər və elə bu adla da onun premyerası keçirildi. Əslində Jeep istehsalçısının ənənəvi modellərindən maksimum dərəcədə imtina etmiş avtomobildir bu Renegade. Elə bu adı da ona məhz buna görə verdilər. Deyirlər o Fiat Chrysler əməkdaşlığının hələlik ən uğurlu nəticəsidir. Bu kompakt həcmli crossover əslində böyük xarizmaya malikdir və şəxsən məni valeh edə bildi. Avtomobili yaradarkən dizaynerlər hazırda dəbdə olan futuristik cizgilərdən yaxud idman formalarından ifrat dərəcədə istifadə etməyiblər. Baxın, Renegade yeni tam ekstravagant görkəm almış Grand Cherokee-dən nə qədər fərqlənir. O ənənəvi yumru faralarını, xarakterik radiator torunu qoruyub saxlayaraq, sanki öz tarixi köklərinə sadiq qaldığını nümayiş etdirmək istəyir. Hətta rama konstruksiyası və ciplər üçün ənənəvi sayılan bir sıra texniki düyünlərdən imtina etsə belə. Bununla yanaşı Renegade heç də sırf parket düşkünü deyil, onun samballı yolsuzluq dəf etmək imkanları da var. Məsələn, 480 mm dərinliyində su maneələrini qət etmək bacarığı. Ümumiyyətlə, Renegade'ın sərt off-road variantında sifariş vermək olacaq. Tam ötürücülü və aşağı sürət pillələri sırası ilə. Maraqlıdır ki, sürət qutusu mexaniki, robotlaşdırılmış və ya 9 pilləli avtomatda ola bilər. Jeep Renegade'ın salonu 6.5 düymlü monitor, müasir multimedia sistemləri, ətrafa görüntü kameraları, aktiv elektron təhlükəsizlik sistemləri ilə təchiz olunacaq. O ki, qaldı mühərriklərə, istehsalçı 4 cür mühərriklə Jeep Renegade buraxacağını bəyan etdi. Onların arasında atmosfer motoru, turbo motor və dizel də var. Ən güclüsünün 184 at gücü olacaq. Bu motorlardan hansı bizim bazar üçün nəzərdə tutulacaq? Yəqin ki, bu suala ən dəqiq cavabı Jeep'in Azərbaycanda rəsmi dealer salonundan ala bilərsiniz. Məlumdur ki, avtomobil İtaliyada istehsal olunacaq və 2015-ci ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Bad.